Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Möhtəşəm bir mənzildə qarşınızda eksklüziv olaraq reklamlaç izləyicilər üçün mənzilimiz şəhərin mərkəz istiqamətində Tibb Universitetinin yaxınlığında yerləşir. Premium yeni tikili 18 mərtəbəli binanın 8-ci mərtəbəsindədir. 70 kvadrat ölçüdədir və bir otaqdan 2 otağa ideal şəkildə düzəlməsi var. Texniki yerləşməni izah edeyim sizə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə mənzildə sağ tərəfdə belə xol hissədə belə bir dresuar, açarlıq və dekorativ bir güzgü yerləşdirilib. 2 otağı düzəlmə məhz mətbəxin burada komandor şüşə ilə ayrılması ilə əldə edilib. Daha sonra mənzilin burada bir geniş ölçülü sanuzeli var. Burada qonaq otağı yerləşir, olduqca böyük ölçülüdür. Burada isə yataq otağı yerləşməkdədir. İlk öncə başlayaq qonaq otağından, ardınca bütün məlumatları təqdim edəcəm sizə. Mənzilimizin sənədi çıxarışdır, yəni kupça. İpotekaya yararlı müştərilərdən müraciət edə bilər. Təmirdən sonra yaşayış olmayıb, olduqca keyfiyyətli və bahalı təmiri var mənzilin və brend əşyalarla tam olaraq tərtib edilmiş vəziyyətdədir. Start olaraq mənzilimizə təyin edilən qiymət 260.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzildə sadəcə bütün əşyalar yerləşdirilib, sadəcə texnikanın yerləşimi qalıb. İstəyə uyğun qiymətlər razılaşılarsa, texnikada yerləşdirilib təhvil verilə bilər mənzildə. Belə bir 6 nəfərlik bir açıla bilir masa yerləşdirilib, hansı ki açıb bunu 10 nəfərliyə də çıxara bilərsiniz. Bir geniş ölçülü balkonu var. Bu balkona da həm qonaq otağından, həm də yataq otağından daxil ola bilirsiniz. Texnika balkondur, kombi sistemi, qasa ağacı, kollektor sistemi burada yerləşdirilib. Qarşısı açıq, gün düşən mənzildir. Əla da panoraması var. Qonaq otağının genişliyini görürsünüz. Yumuşaq mebeli yerləşən hissəni elə bir əla membran panellərlə əla dekor eləyiblər, dekorativ aboyla. Və belə bir gözəl tvistnet yığılıb bura. Bir daha qeyd edirəm, mənzilin təmiri zamanı keyfiyyətli materiallardan istifadə edilib. Qonaq otağının genişliyi 3 otaqlı mənzillərin qonaq otağının genişliyi boydadır. Görürsünüz genişliyini. Çox rahat və Amazon nisbəti ideal vəziyyətdə olan bir qonaq otağı var. Mətbəx hissəsini də təqdim edeyim sizə. Bu şüşələrin hər üçü tam açılır vəziyyətdədir. İstər sağ, istər sol istiqamətdə. Və belə bir tam boy mətbəx mebeli yığılıb. Gördüyünüz kimi üst hissələrdə saxlanış yerləri, soyuducunun əşya planlaması tam olaraq edilib. Soyuducunun yerləşimi burada nəzərə alınıb. Üzəri mərmərlə işlənib. Qaz və aspirator quraşdırılıb. Sadəcə burada bir ədəd soba və soyuducunun yerləşimi çatmır. Onu da istəyinizə uyğun yerləşdirə bilərsiniz. Hətta mətbəxdə əlavə olaraq bir 2 nəfərlik mətbəx masası da yerləşdirə bilərsiniz. Kifayət qədər geniş və rahat və olduqca böyük ölçülü bir mətbəx hissəsi var. 2 otağa düzəlmə mənzilə nəzərən deyirəm bunu. Və xol hissədə bunu göstərməmişdim. Böyük ölçülü tam boy bir qardirob mebeldə yığılıb. Şkaf cəhətdən, evdə saxlanış yerləri cəhətdən hər şey ideal vəziyyətdədir. İndi isə yataq otağını təqdim edeyim sizə. Mənzilin yataq otağı da tam əşya planlaması edilib və hər şey tam olaraq ideal şəkildə yerləşdirilib. Gördüyünüz kimi belə bir gömmə qardirobdan istifadə edilib. Son dövrlərin konseptinə uyğun şüşə konseptlər və ortada 2 ədəd böyük ölçülü hissəsi və belə bir böyük ölçülü yataq dəsti 2 ədəd tumbası ilə yerləşdirilib. Olduqca da gözəl yaraşıb bura. Bura işıqlandırmalar və make-up'ın yerləşimi, TV-nin yerləşimi hər şey tam olaraq nəzərə alınıb. Və son olaraq sanuzeli təqdim edeyim sizə. Bir daha məlumatları xatırladacağam. Mənzilin sanuzeli də olduqca geniş ölçülüdür. 70 kvadrat ölçü tam olaraq mənzildə özünü göstərir. Belə bir böyük ölçülü duş kabinisi ayrılıb burada. Genişliyini görürsünüz. Böyük ölçülü bir moydadır quraşdırılıb. Unitaz, şuka yerləşimi və əlavə olaraq burada saxlanış yerləri, nişalar, spot işıqlandırma ilə əla dekor edilib. Belə mənzili tam olaraq təqdim eləməyə çalışdıq sizə. Mənzilimiz yerləşməni izah edeyim bir daha sizə. Mənzilimiz Tibb Universitetinin yaxınlığında Həsən Əliyev küçəsinə yaxın məsafədə və Niagara Şadlıq evinin arxa istiqamətində yerləşir. Yeni tikili premium binada 18 mərtəbəli binanın 8-ci mərtəbəsində 70 kvadrat ölçü, sənədi çıxarış olan bir mənzil təqdim edirik sizə. Və mənzilimizə tam əşyalı start olaraq təyin edilən qiymət 260.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.
me